Azərbaycanda məşhur TikToker insan alverində itham edildi. Amma bu TikTokeri mən tanımırdım. İndi görmüşəm. Qoy sizə də göstərim fotosunu. Siz bunu tanıyırsınız. Mən tanımıram. Deyirlər məşhurdur. Ola bilər. Bəli, adı Mahirə Marantskayanın cinayət işi üzrə istintaq yekunlaşıb və baxılması üçün məhkəməyə verilib. Bakı News unikal nöqtə istinadən məlumat verir ki, təqsirləndirilən TikTokerin cinayət işi Abşeron rayon məhkəməsində hakim Vaqif Həsənovun sədrliyi etdiyi prosesdə aparılacaq, araşdırılacaq. Mahirə Daxili İşlər Nazirliyinin insan alverinə qarşı mübarizə baş idarəsi tərəfindən saxlanılaraq istintaqa cəlb edilib. 24 yaşlı Mahirə Marantskaya cinayət məcəlləsində 243.1 gəlir və digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə maddəsi ilə itham olunaraq barəsində həbs olmayan qəti imkan tədbiri seçilib. Sözü gedən cinayət işində ona yaxın qadın zərər çəkən kimi tanınıb, onların arasında universitet tələbələrinin də olduğu deyilir. Əgər onun cinayət əməli sübuta yetilərsə, TikToker 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir. Son bir ərzində Mahirə Marantskaya eyni cinayət əməlini təkrar edib. O, bundan əvvəl də Nəsim rayon məhkəməsinin qərarı ilə eyni ittihamla cinayət məsuliyyətinə cəlb olunmuşdu. Himayəsində azyaşlı uşaq olduğunu məhkəmə qərarı ilə cərimə edilmişdir. Əvvəllər TikToka girəndə çox qorxa, utana. Belə üzümü tuturdum belə. Nə bilim belə ki, ay Allah, orada nələr görürdük. İndi baxıram. TikTok o qədər təmizlənib. Hansı ki belə oyunlar çıxardan, mənəm deyə, mən ünlüyəm, mən tanınmışam. Hər şey fikirləşirdim. İnsan nəyə görə tanınmalıdır? Sənətinə, peşəsinə, istedadına, qabiliyyətinə, nə bilim nə ilə. Bunlar hamını əzirdilər, hamını təhqir edirdilər, biz ünlüyük. Şükürlər olsun Allah, hamısı təmizlənib inşallah. Biz dövlətimizə çox güvənirik.